Bu cini şüşədən Putin çıxardı. Bu müharibəni Putin başlayıbdır. Baxın, müharibəyə artıq Şimali Koreya qatılıbdır, İran qatılıbdır, Çin dolayısıyla iştirak edir. 55 dövlət Ukraynanın arxasında birləşibdir, müharibəyə dəstək verirlər. Ukraynanın özü vuruşur. Yəni, Putinin bu avantüraları, bu avantürist planı gətirib indi gerçəkdən də 3-cü Dünya müharibəsi sürünən bir hərəkət qrafiki ilə gedir, özü də çox gərginliyə doğru gedir. Baxın, Hindistanla Pakistanın arasında olan qarşıdurmağı da qəflətən ortaya çıxmayıbdır. Onun da imkanınız, vaxtınız olsa, izinlə danışarıq. Orada da bu məsələnin gərginləşməsində Rusiya ilə İsrail rol oynayır. Yəni, üstəlik də onu nəzərə alsaq ki, Pakistan, Hindistan, Çin, 3 nüvə dövləti Kəşmirin ətrafında daima gərginlikdədirlər. Çünki o ərazinin 60%-i Hindistanın nəzarətindədir. 30%-i Pakistanın, 10%-i Çinin. Üçü də nüvə dövlətidir və dünya əhalisinin yarısı yaşayır orada. Əgər burada çatışma çıxarsa nələr baş verəcək? Ona görə bugün Guterreşin bir açıqlaması var idi. Deyirdi, bu elə dünyanın sonunu, dünyanı çox dəhşətli bir vəziyyətə gətirir. Əlbəttə, çağırışı var. Dünya əhalisinin 50%-i yaşayır bu üç ölkənin ərazisində. Amma bütün bunların səbəbi Putinin Bolşevik Sovet imperiyasının, kolxozun yenidən bərpa etmək planıydı. Bugün Rusiya üçün müharibəni durdurmaq Putin üçün siyasi ölümə bərabərdir. Onu durdurmur. Ən müxtəlif variantlarla nüanslar var, burada problemlər var, müzakirə edərik. Amma istədiyi vaxtda deyir ki, 30 saatlıq Pasxa bayramı ilə güya bu Həzrəti İsa'nı düşünürmüş. Ateşkəsə gedək. İndi deyir ki, gəlin 7-si ilə 11 arasında gedək. Yəni bu müharibə səndən asıldır. Sən başlamısan, sən davam edirsən. Və üstəlik də Amerika Birləşmiş Ştatlarının vasitəçiliyi aktivləşəndən sonra sən orada dinc əhaliyə daha artıq divan tutmağa başlamısan. Kütləvi şəkildə Sumunu vurdun, Krivoy Rogu vurdun, insanlar ölür, uşaqlar ölür. Bu günlərdə Ukrayna səni gərginlikdə saxlamada haqlıdır. Ona görə ki, Rusiya insanlıq əleyhində cinayətlər törədibdir və törətməkdədir. Və indi də onun o parad avantürası İkinci Dünya müharibəsinin nəticələrin özününkiləşdirmək. Dəman xanım, axı, İkinci Dünya müharibəsi təkcə Rusiyanın İkinci Dünya müharibəsindəki o əldə edilmiş qələbə, onun qələbəsi sayılmalı deyil. Doğru. Bütün dünya iştirak edib bu müharibədə. Qərb iştirak edib. Sovet respublikaları iştirak ediblər. Təkcə kiçik, balaca bir Azərbaycan 740 min oğlun qızın göndərib bu müharibəyə. 400 min insanımız həlak olub. Amma sən hələ o dövrdə faşist Almaniyası mayın 8-də təslim olub, bilirsiniz. Bunlar həmən Avropa ilə, bütün Avropanı işğal etmək üçün planlar daşıyırdılar deyə ayın 9-una keçirdilər bu qələbə günün ki, Avropa ilə birlikdə qeyd etməsinlər. Yəni bunlar bu qədər dəhşətli bir plan hazırlamışdılar ki, bütün Avropanı tutsunlar, yarsın deyil. İndi də bir tərəfdən bu 80 illik bu qələbəni nə üçün sən dönüb dolaşıb Stalinizmi, o qələbəni insanlara satmağa çalışırsan. Çünki Rusiya müasir dünya heç bir şey verə bilmir, yeni heç nə verə bilmir. Yenə də bolşevizmi, yenə də Stalinizmi qələbə kimi sırmağa çalışır. Nə hacət vardı bu müharibəyə, nə əldə etdinsən bu müharibədən? Milyonla insan qırılıbdır. İki qardaş xalq. Yəni, həm pravoslav xristiyanıdırlar, həm şərqi slavyan xalqlarıdır. Sən deməklə deyil ki, Ukrayna yoxdur, Ukrayna xalqı yoxdur. Ukrayna xalqı yoxdursa 1654-cü ildən sən kiminlə vuruşursan? Və indi də para keçirmək istəyirsən və nə üçün onu keçirmək istəyir? Ləman xanım. Bu, istəyir ki, bütün birinci izolasiyadan çıxsın. Ətrafına 19-20 dövlət liderin toplayıb, həm daxili auditoriyası üçün, həm Avropa dövlətləri üçün desin ki, mən boykot olunmamışam, ətrafımda yenə liderlər vardır. İkincisi, öz xalqına çatdırmaq istəyir ki, bu beyin yuma əməliyyatıdır. Baxın, biz yenə də faşizmə qarşı vuruşan dövlətlər, liderlər, xalqların rəhbərləri mənim ətrafımdadır.
ve biz bugün de Ukraynada neonasizmlə və neofaşizmlə mübarizə aparırıq. Bu mesajları vermək istəyir. Əslində isə sənin apardığın o müharibə, o təcavüzkar müharibənin nə faşizmlə, nə nasizmlə heç bir əlaqəsi yoxdur. 1939-cu ildə də siz faşist Almaniyası ilə dünyanı bir yerdə bölüşdürmək istəyirdiniz və sonradan bizə bu uydurma məlumatları 70 il sırmağa çalışdınız. Güya qəflətən faşistlər bu komünistlərin üstünə hücuma keçiblər. Amma siz bütün dünya bilir ki, siz 39-cu ildə Ribbentrop'la Molotov arasında bir pakt imzalanıb və siz dünyanı bölüşdürürdünüz. Üstəlik, axı 39-cu il sentyabr ayının ikisində Almanya Polşaya hücum edir. 17 gündən, daha da 15 gündən sonra siz hücum edirsiniz. Və siz sonra deyirsiniz ki, biz 2-ci Dünya müharibəsinə hazırlaşmırdıq və bu qəflətən oldu, güya bunlar müdafiə olunurdular. Bütün bu yalanlar, uydurmalar və stalinizmi qəhrəmanlaşdırmaq və indi də biz bunu davam etməliyik mesajını vermək. Çünki xalq soruşur Putinizmdən ki, bu müharibəni niyə başladın? Yavaş-yavaş bu səslər eşidiləcəkdir. Xüsusilə müharibə əgər durdurulsa 30 günlük, 20 günlük, 60 günlük Putin sisteminin iflası başlayacaqdır. Ona görə də bugün ona zəmin hazırlamaq istəyir. Güya biz hələ kökməmişik, güya biz qələbə çalmışıq. Əslində isə Ukraynada qarşısına qoyduğu heç bir məqsədə nail ola bilməyib. Tək bir üstünlüyü var Putinin bugün. Müharibə onun kürsüsünün ömrünü uzadıb. Çünki ölkədə sakitçilikdir. Heç bir əks fikir yoxdur. Oligarxlar sakitçi oturublar milyardlarla itkilərinə baxmayaraq. Çünki müharibə səbəbindən istifadə edib istənilən əks fikirli insanı sustura bilirlər. Ona görə də müharibəni durdurmaq bugün Putin üçün siyasi ölüm deməkdir.